minutlarda bədbin ruhlu bir şey danışmaq istəmirəm. Mən 11 il Kaktusun arxasında, düz 11 il, 6 il bakalavr magistratur təhsilim. Belə də kasıbçılıqdan üstündən də 5 il Kaktusun arxasındakı yataqxanada qalmışam. Bilirsiniz, deyəndə ki, ay Allah, mən çox çətin günlər görmüşəm. Bu təcrübə elədir ki, biraz da pres artır, biraz da sıxılırsan, biraz da çətin günlər gəlir. Yetərincə orada yaşayan qardaşlar, bacılar, dostlar hamısı biləcək ki, orada bilir ki, orada şərait nətərdir. Və o vaxtı 98-ci ildən söhbət edirəm, 1998. Kasıb balası neyniyər, hara gedər? Əlbəttə ki, Allah evinə, məscidə. Tələbə olasan, ən yaxın məscid hansıdır? Bakı Dövlətin İlahiyyat Fakültəsi. O pilləkənlər Bakı Dövlətin yataqxanasının tuşunda qabaq Türk kolleci də var idi. Yadınıza salım da bir 25 illik. 25 ildən də çox, 27 illik xatirələri. Demək olar ki, dərslərimi də o məsciddə oxuyurdum. Onda o məscidin həyətindəki ağaclar pöhrə idi. Söhbət vaxtınca gəlir, bu vaxtı su tapılmırdı orada. İndi yəqin ki, suyu filəncələr. Mən çoxdan da oralara gedmərəm. İnanın Allaha ki, Şərifzadənin axırından Yasamalın elə yeri qalmamışdı ki, mən vedrə ilə su gətirib o ağaclara tökməyim. Əlbəttə ki, heç bir maddi müqabilində yox. Sadəcə Allah evində əyləşirdim də. Mən də çox rahatçılıq tapır adam insan, həddən artıq. Və orada bir dənə bütün bu danışdıqlarım introduction idi, giriş idi. Orada çox gözəl bir adət-ənənə var idi. Orada Xoca Türk idi, Əhl-i Sünnə. Ancaq o məscidin içi möhürlərlə dolu idi, möhür. Yəni, şiyə də qələndə sıxılmasın, İslam birdir, Allah birdir, Məhəmməd birdir. Orada şiyələr üçün də möhürlər qoyulmuşdu, sünni şiyə bir yerdə namaz qılırdı. Sonra nə oldu, nə olmadı, hamı bilir, tayxırdalığına getmirəm. Çox mehriban günlər var idi orada. Çox mehriban. Gör nətər ki, mən ağaca su tökməkdən ötürü 2 kilometr, 3 kilometr əlimdə kanistralar, vedrələr o ağaclara su tökmək üçün gedib su gətirərdim Yasamalın müxtəlif yerlərində. Bu qədər var olasın.